Pozitiv enerjisi yüksək dostunuzla uzaq yola çıxanda Qəbələdən Göyçaya qədər olan 80 kilometrlik məsafəndə təxminən 8-9 saniyəyə sığışdırmaq olur. Çatan kimi də Vüsalın ürəyi sıxılıb kameranı çevirir. Sonra gəlirik Əlikərim parkına. Əslində bura gəlməkdə məqsədimiz də Vüsalın işi ilə bağlı idi. Səhifəsini izləmədə qalın, maraqlı videolar olacaq. Daha sonra da gəlmişkən stadiona da baş çəkirik. İşlərimizi bitirib yola düşürük ki, Qəbələyə qayıdaq. Waze də sağ olsun Göyçayın bütün aralıqları ilə bizi gəzdirir. Bankomat lazım olur, gətirir, çıxardır bizi Parnikə. Nəhayət haqqın yolunu tapıb yola düzəlirik. Göyçaydan Ağdaşa keçirik. Qəbələyə 50 kilometr qalır. Ürəyimiz sıxılır. Biraz karaoke oxuyuruq. Türyançay, Palantökən, Əmirli, Soltan, Nuxa, Şeşbər Baba, Zarağan və gəlib çatırıq mərkəzə. Çatan kimi əvvəlcə gəlirəm Memiyə 50% endirim kampaniyası üçün video çəkirəm. Bu videoya da o qədər baxış gəlir ki, Memidən də işlərimi yekunlayıb gəlirəm mərkəzə. Vəndam astanovkasından oturub taksiyə, Norquşlaq gəlib çatıram 7 gözəl otelə. Otelin mərtəbələrində əsaslı təmir işləri gedirdi. Mən də gəldim ki, növbəti çəkilişimiz barəsində fikirlərimizi bölüşək və planlama eləyək. Təmir işləri bitdiyinə görə mən də lazımi qeydlərimi götürürəm, vaxt təyin edirik və buradan çıxıb gəlirəm yolun qırağına, maşınsızlığın üzü qara olsun deyib taksi gözləyib gəlirəm mərkəzə. Ana abidəsi, mərkəz, bazar store və gəlib çatıram Dekonil-ə. Qəbələdə bu mağazanın varlığından xəbərsiz olub ora-bura gedənlər çox olur. Dekonil mağazası MDF, polimer, daş, qaya və taxta teksturalı divar panelləri, ev dizaynına aid bir çox yüksək keyfiyyətli materialın satışı ilə məşğuldur. Quraşdırılması çox rahat olan bu materiallar digər materiallara nisbətən daha çox uzun ömürlüdür. Nə işığı və digər təbii amillərə qarşı çox yüksək müqavimət göstərir, baxımı da çox rahatdır. Dekonildən sonra da gəlib çıxıram VIP House-a, Cavid Şeflə maraqlı bir video çəkirik. VIP House-un səhifəsindən mütləq baxarsınız. Sonra da Allah verəndən bir loxma iftarımızı eləyirik. Videoda 5 mərtəbənin qabağında bitir.